Azərbaycan tarixində ən böyük imperiyanın hansı olduğunu bilirdinizmi? Bəs onun hüdudlarının Hindistana qədər uzandığından necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Müxtəlif dövrlərdə vətənimiz Azərbaycanın tarixi torpaqlarında ayrı-ayrı dövlətlər, böyük imperiyalar mövcud olub. Bugün isə Azərbaycan tarixində mövcud olmuş 5 ən böyük imperiya haqqında danışacağıq. Elə isə başladıq. Atabəylər İmperiyası. Azərbaycan türklərinin qurduğu ən böyük imperiyalardan biri olan Atabəylər İmperiyasının yaradıcısı Şəmsəddin Eldəniz idi. O, uşaqlıqdan İraq Səlcuqlu Sultanlığında müxtəlif vəzifələrdə olmuş. Sultan 1-ci Toğrulun hakimiyyəti illərində isə baş vəzir vəzifəsinə qədər yüksəlmişdi. 1134-cü ildə Sultan 1-ci Toğrul vəfat etdi. Hakimiyyətə isə Sultan Məsud gəldi. Sultan Məsud Eldənizin göstərdiyi xidmətləri nəzərə alıb 1136-cı ildə Aran vilayətini ona iqta olaraq verdi. İqamətgahını Bərdəyə köçürən Eldəniz həmin tarixdən etibarən Aran və Azərbaycanın digər ərazilərini müstəqil şəkildə idarə etməyə başladı. Məhz ona görə də 1136-cı il tarixi Azərbaycan Atabəylər dövlətinin yaranma ili hesab olunur. Vəfat etmiş İraq Səlcuqlu Sultanı 1-ci Toğrulun dul qalmış xanımı Möminə xatunla evlənən Eldəniz hakimiyyətini bir qədər də gücləndirdi. O artıq 1140-1150-ci illərdə zəifləməkdə olan İraq Səlcuqlu Sultanlığının daxili məsələlərinə qarışa bilirdi. Qısa zamanda iqamətgahını Naxçıvana köçürən Şəmsəddin Eldəniz Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı. Azərbaycan torpaqlarına qəfil hücumlar edən Gürcü knyazlıqlarını məğlub edib, daha sonra cənuba doğru yönəldi. Bu dövrdə İraq Səlcuqlu Sultanlığı tamamilə zəifləmiş və Azərbaycan atabəylərindən asılı vəziyyətə düşmüşdü. Eldəniz sağlığında Dərbənddən İran köfrəzinə qədər böyük bir ərazini əhatə edən qüdrətli bir imperiya qurmuşdu. 1175-ci ildə Eldəniz vəfat etdi. Hakimiyyətə isə böyük oğlu Məhəmməd Cahan Pəhləvan gəldi. Paytaxtı Həmədana köçürən gənc hökmdar daxildəki üsyanları yatırıb Atabəylər dövlətini daha da möhkəmləndirdi. 1186-cı ildə Məhəmməd Cahan Pəhləvan vəfat etdi və onun yerinə hakimiyyətə qardaşı Qızıl Arslan gəldi. Yeni ərazilər fəth edən Qızıl Arslan qısa bir vaxtda qiyam qaldıran əyanları aradan götürdü. O, Atabəy hökmdarları arasında ilk dəfə olaraq Sultan titulunu qəbul etdi və paytaxtı Təbrizə köçürdü. Qızıl Arslanın Sultan titulunu qəbul etməsi Atabəylər dövlətinin imperiya olmasından xəbər verirdi. Lakin Sultan Qızıl Arslanın da hakimiyyəti çox sürmədi. 1191-ci ildə sui-qəsdə məruz qalan Qızıl Arslan öldürüldü. Ondan sonra hakimiyyətə gələn Nüsrəddin Əbubəkir və Müzəffərəddin Özbəyin hakimiyyəti illərində isə dövlət tamamilə zəiflədi və 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü zamanı süquta uğradı. Qaraqoyunlu İmperiyası. 1410-1468-ci illər aralığında mövcud olmuş Qaraqoyunlu İmperiyası qısa zaman kəsiyində Azərbaycan tarixində dərin izlər buraxıb. Monqol yürüşlərinin təsiri ilə Mərkəzi Asiyadan qərbə doğru hərəkət edən Oğuzların Yiva boyunun Baharlı qolundan olan türklər, yəni Qaraqoyunlu dövlətini yaradan Baharlılar Şərqi Anadoluda yerləşmişdilər və onlar burada bir bəylik qurmuşdular. Bayram Xoca və Qara Məhəmməd çətin bir siyasi şəraitdə Qaraqoyunlu bəyliyinin varlığını qoruyub saxlaya bildi. 1389-cu ildə bəylikdə hakimiyyətə Qara Məhəmmədin oğlu Qara Yusif gəldi. Çətin mübarizə şəraitində əvvəlcə Cəlairilərə, sonra isə Teymurilərə qalib gələn Qara Yusif 1410-cu ildə ordusu ilə Təbrizə daxil oldu və beləcə Qaraqoyunlu İmperiyasının təməli atıldı. Tez bir zamanda Ərəb İraqı və Bağdad Qaraqoyunlular tərəfindən fəth edildi. Şimalda isə Şirvanşahlar dövləti Qaraqoyunlulardan asılı vəziyyətə düşdü. 1420-ci ildə Qara Yusif vəfat etdi və hakimiyyətə oğlu Qara İskəndər gəldi. Lakin qardaşları onun hakimiyyətini qəbul etmirdilər. Buna görə də hakimiyyət Qaraqoyunlu şəhzadələri arasında tez-tez əl dəyişdirirdi. Və nəhayət 1436-cı ildə hakimiyyətə Qara Yusifin 3-cü oğlu Cahanşah gəldi. Cahanşah 1444-cü ildə Tiflisi fəth etdi. 1446-cı ildə Bağdadı özünə tabe etdirdi. 1450-ci ildə isə Fars və Kirman vilayətlərini də fəth etdi.
1458-ci ildə Teymurilərin paytaxtı olan Herata daxil olan Cahanşah qısa zamanda Qaraqoyunlu dövlətini nəhəng bir imperiyaya çevirdi. Cahanşah şərqdə hərbi əməliyyatlar aparan zaman Qaraqoyunluların əzəli rəqibi olan Ağqoyunlular da xeyli güclənmişdi. Bu da Cahanşah və Uzun Həsənin toqquşmasını qaçılmaz edirdi. 1467-ci ilin noyabrında Muş düzündə üz-üzə gələn tərəflərin qarşıdurmasından Ağqoyunlular qalib ayrıldılar və döyüş zamanı Cahanşah həlak oldu. Cahanşahdan sonra hakimiyyətə oğlu Həsənəli gəldi. Həsənəli böyük bir ordu yığaraq yenidən Ağqoyunluların üzərinə hərəkət etdi. 1468-ci ildə Xoy şəhərinin yaxınlığında baş verən döyüşdə Ağqoyunlular Qaraqoyunluları növbəti dəfə ağır məğlubiyyətə uğratdılar. Bununla da Qaraqoyunlu imperiyası süquta uğradı. Ağqoyunlu imperiyası Qaraqoyunlular kimi Ağqoyunlu tayfa ittifaqı da Monqol yürüşləri zamanı Mərkəzi Asiyadan Şərqi Anadoluya köç edib burada bəylik qurmuşdu. 1340-1403-cü illər aralığında bəyliyi növbə ilə Turəli bəy, Qutlu bəy və Əhməd bəy idarə edib. 1403-cü ildə isə Ağqoyunlu bəyliyində Qara Yuluq Osman bəy hakimiyyətə gəldi. Onun hakimiyyəti illərində bəylik ərazisini xeyli genişləndirdi. Ondan sonra hakimiyyətdə olmuş Əli bəy, Həmzə bəy və Cahangir Mirzənin hakimiyyəti illərində bəylik bir qədər zəiflədi. Lakin 1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Ağqoyunlu bəyliyini möhkəmləndirib yeni ərazilərin fəthinə başladı. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluları məğlubiyyətə uğradan Uzun Həsən 1468-ci ildə Təbrizə daxil oldu və Uzun Həsən Ağqoyunlu imperiyasının əsasını qoydu. Daha sonra İraq, İran və Şərqi Anadolunun böyük bir hissəsini tutan Uzun Həsən nəhəng bir imperiya yaratdı. Onun hakimiyyəti illərində Ağqoyunlu imperiyasının sərhədləri Şərqi Anadoludan Xorasana, Kür çayından İran köfrəzinə qədər uzanırdı. 1478-ci ildə Uzun Həsən paytaxt Təbrizdə vəfat etdi. Hakimiyyətə isə onun övladlarından Xəlil bəy, daha sonra isə Yaqub bəy gəldi. 12 il hakimiyyətdə olan Sultan Yaqubun dövründə imperiyada qismən də olsa sabitlik qorunub saxlanmışdı. Lakin 1490-cı ildə Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu şəhzadələri Baysunqur, Rüstəm Mirzə, Göday Əhməd, Əlvənd Mirzə və Murad Mirzə arasında hakimiyyət uğrunda ölüm-dirim savaşı başladı. Bu savaş Ağqoyunlu imperiyasını xeyli zəiflətdi. Nəticədə 1500-cü ildə imperiya iki hissəyə bölündü. Ağqoyunluların zəiflədiyi bir vaxtda onların əsas siyasi rəqiblərindən biri olan Səfəvilər Şah İsmailin rəhbərliyi altında güclənməkdə idi. 1501-ci ildə Şərurda, 1503-cü ildə isə Almaqulağı adlı yerdə Ağqoyunluların hər iki qolunu məğlub edən Şah İsmail bu imperiyanın varlığına son qoydu. Səfəvilər imperiyası Azərbaycan Səfəvilər imperiyası Şah İsmailin öndərliyində 1501-ci ildə yaradılsa da, onun kökü hələ Hülakilər dövlətinin mövcud olduğu 13-cü əsrin sonlarına qədər uzanır. 13-cü əsrin sonu, 14-cü əsrin əvvəllərində Səfəviyyə ordeninin əsasını qoyan Şeyx Səfiyyəddin Ərdəbili özünə mərkəz seçmişdi. Hülakilər, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular və Şirvanşahlarla mübarizə şəraitində 2 əsrdən çox mövcudluğunu qoruyan Səfəviyyə ordeni 1501-ci ildə qurulan Səfəvi imperiyasının özəy rolunu oynayırdı. Səfəvi imperiyasını yaradan 14 yaşlı İsmail Şeyx Səfiyyəddinin nəslindən idi. Onun atası Heydər, babası Cüneyd də vaxtiykən Səfəviyyə ordeninin rəhbəri olmuşdular. 1501-ci ildə Təbrizə daxil olan və özünü şah elan edən gənc İsmail qısa zamanda İraq, Şərqi Anadolu, Xorasan və Cənubi Azərbaycanı bir mərkəzdə birləşdirdi. Şirvanşahlar dövləti asılı vəziyyətə salındı. Qısa zamanda Şah İsmail Şərqin ən qüdrətli imperiyalarından birini qurdu. 1514-cü ildə Səfəvilərin Çaldıran döyüşündə Osmanlı imperiyasına məğlub olmasından sonra Şah İsmail bir daha hərbi səfərlərə qatılmadı. 1524-cü ildə Şah İsmail vəfat etdi. Hakimiyyətə isə onun 10 yaşlı oğlu Təhmasib Mirzə gəldi. Onun 52 illik hakimiyyəti dövrü qismən sabitlik dövrü kimi xarakterizə olunur.
Lakin Şah Təhmasibdən sonra hakimiyyətə gələn 2-ci İsmayıl və Məhəmməd Xudabəndənin dövründə imperiya zəiflədi. Onun əraziləri Osmanlı və Şeybani imperiyaları və Portuqaliya donanması tərəfindən işğal olundu. Lakin Şah Abbas hakimiyyətə gələndən sonra bütün sahələrdə reformlar həyata keçirdi və o dövlətin itirdiyi bütün torpaqları geri qaytardı. Şah Abbas Səfəvilər imperiyasına ən qüdrətli dönəmlərini yaşatdı. Lakin Şah Abbasın ölümündən sonra hakimiyyətə gələn hökmdarların dövründə imperiya xeyli zəiflədi və 1736-cı ildə süquta uğradı. Əfşar imperiyası. Oğuz türklərinin Əfşar qolundan olan Nadirqulu bəy və yaxud qısa adı ilə desək Nadir Şah Səfəvi imperiyasının zəiflədiyi bir dövrdə Qızılbaş ordusunun sərkərdələrindən biri idi. O Səfəvi hökmdarı 2-ci Təhmasibin səriştəsizliyini görüb onu öz yanına çəkdi və Səfəvi imperiyasını idarə etməyə başladı. 1729-cu ildə Əfqanları İsfahandan qovan Nadirqulu 1730-cu ildə Təbriz şəhəri başda olmaqla Osmanlıların tutduğu ərazilərin böyük bir hissəsini geri qaytardı. Öz nüfuzunu qaldırmaq istəyən 2-ci Təhmasib Nadirqulunun xəbəri olmadan 1731-ci ildə Naxçıvan və İrəvanı geri almaq üçün öz qüvvələri ilə Osmanlıların üzərinə hərəkət etdi. Lakin Şahın ordusu ağır şəkildə məğlub oldu. Nadirqulu bəy tərəfindən geri alınan torpaqların da itirilməsindən ehtiyat edən 2-ci Təhmasib tələm-tələsik Osmanlılara sülh təklif etdi. 1732-ci ilin 16 yanvarında Kirmanşahda Səfəvi və Osmanlı imperiyaları arasında sülh müqaviləsi imzalandı. Xorasandakı üsyanı yatırıb geri dönən Nadirqulu bəy yanlış addımına görə 2-ci Təhmasibi cəzalandırmaq qərarına gəldi. Bütün hərbi və siyasi gücü əlində saxlayan Nadirqulu bəy oyuncaq hökmdarı hakimiyyətdən devirib, yerinə onun oğlu Abbas Mirzəni hakimiyyətə gətirdi. 1732-ci ildə hakimiyyətə gələn 3-cü Şah Abbas 1 yaşı tamam olmamış 4 aylıq körpə idi. Nadirqulu bəyin bu addımı atmasına səbəb hakimiyyətdə legitimliyi qorumaq idi. Onsuz da Səfəvilər imperiyasında bütün hakimiyyət demək olar ki, Nadirqulu bəyin əlində idi. 1736-cı ildə Suqovuşan qurultayında bütün tayfa başçılarının önündə özünü şah elan edən Nadirqulu bəy Azərbaycan Əfşar imperiyasının əsasını qoydu. Bununla da Azərbaycan Səfəvilər imperiyası süquta uğradı. Nadir Şah qısa zaman ərzindəki hərbi uğurları ilə Dərbənddən Hindistana, Bağdaddan Mərkəzi Asiyaya qədər uzanan nəhəng bir imperiya qurdu. Lakin 1747-ci ildə sui-qəsdə məruz qalan Nadir Şah öldürüldü. Çinə hərbi səfər ərəfəsində öldürülən Nadirin həyatını itirməsi ilə Əfşar imperiyasında hakimiyyətə əvvəlcə Nadirin qardaşı oğlu Adil Şah, sonra isə sıra ilə İbrahim və Şahrux Şah gəldi. Lakin onların hakimiyyəti illərində Əfşar imperiyası tamamilə zəiflədi. Bundan istifadə edən digər bir türk mənşəlli sülalə olan Qacarlar hakimiyyəti ələ keçirdilər. Bununla da Azərbaycan Əfşar imperiyası süquta uğradı və onun yerində digər bir türk imperiyası, Qacarlar dövləti yarandı. Ümid edirəm Azərbaycan tarixinin nəhəng imperiyaları haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.